Bağışlayan və mehriban Allahın adıyla hər vaxtınız xeyir izləyicilər. Haqqadar verilişi yenidən sizin görüşünüzə gəlib. Bir-birinə maraqlı mövzular və maraqlı qonaqlarla görüşünüzə gəlirik. İnanırıq ki, seçdiyimiz mövzular və qonaqlar sizin diqqətinizi cəlb edir. Əgər belədirsə, YouTube səhifəsi üzərindən verilişlərimizi bəyənin, paylaşın. İnanın ki, hər bir bəyənmə bizə böyük bir dəstəkdir. Bugün biz Qurban Bayramı haqqında söhbət edəcəyik. Qurban Bayramının ərəfəsindəyik və bir qərara gəldik ki, bu bayram haqqında bir ətraflı biraz müzakirə eləyək. Mövzuya bağlı isə verilişimizə İlahiyyatçı Hacı Cavid Pənahlı'nı dəvət etmişik. Hacı, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Allah uğurlu eləsin bu verilişlərinizi və böyük xidmətlər göstərirsiniz. Xidmətləriniz qəbul olsun. Çox sağ olun, Allah razı olsun. Hacı, qeyd elədim, Qurban Bayramı haqqında müzakirə aparaq. Elə ilk sualım belə olacaq ki, Hacı, bu bayramın tarixi və Qurban Bayramının belə deyək, fəlsəfəsi haqqında nə demək olar? Qurban Bayramının tarixi hər birimizin bildiyi kimi bir hadisə ilə bağlıdır. İbrahim Peyğəmbərin həyati hadisəsi ilə bağlıdır və əsasən Qurban Bayramının fəlsəfəsi, onun belə deyək, mahiyyəti insanın Allah yolunda istənilən mövzuda fədakarlığı ilə bağlıdır. Qurban Bayramı təkcə qoç qurbanlığından və eyni zamanda hər hansı bir dəvə qurbanlığından ibarət deyil. Əsasən onun mahiyyəti fədakarlıqdır. Allah yolunda istənilən halda Allahın istəyi necə olarsa o formada da Allaha belə deyək qurban getməkdir. O səbəbdən də baxaraq ki, İbrahim Peyğəmbərdən əgər bu qurbanlıq qalıbsa, İbrahim Peyğəmbərin Quran-ı Kərimdə izinə düşdükdə görürük ki, İbrahim Peyğəmbər belə buyurur ki, mənim qurbanlığım, namazım, yaşayışım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Allah bu bayramı İbrahim Peyğəmbərin əli ilə qərar veribsə, bu o deməkdir ki, onda bütün həyatını Allaha qurban vermiş şəxsin vasitəsilədirsə, bu o demək, onda belə başa düşülür ki, Qurban Bayramı qoç kəsmək deyil təkcə və yaxud da hər hansı bir dəvə, cöngə kəsmək deyil, Allah üçün istəklərindən keçmək bayramıdır. Hər kəs Allah üçün istəklərindən keçə bilirsə, öz şəxsi istəklərindən keçə bilirsə, nəfsi istəklərindən keçə bilirsə, o elə hər gün qurbanlıq bayramında yaşayan bir şəxs kimi yaşayır. Əsas məsələ Allaha qurban verməkdir. Bir dəfə bu evladla olur, bir dəfə qoçlu olur, bir dəfə vaxtlı olur, bir dəfə canlı olur. Müxtəlif şəraitlərə, zamanlara uyğun olaraq bu qurbanlıq belə deyək, reallaşır. Əsas fəlsəfəsi ömrü Allaha qurban verməkdir. Hacı, nə üçün İbrahim Peyğəmbərin oğlu niyə əmr olunmuşdu ki, öz oğlu qurban verir? İbrahim əleyhissalamın həyatına nəzər saldıqda görürük ki, İbrahim Peyğəmbər neçə il evladsız yaşayıb, neçə il evladı olmayıb və insan belə bir varlıqdır ki, bir halal, haqlı dəyərin ardıca neçə illər gəzərsə və onu arzulayarsa, tapdıqda istər-istəməz insan ona bağlanır. Yavaş-yavaş ona bağlantı yaranır. Özümüz də görürük, misal olaraq ailə həyatı quran gənclər, bir ailə olur ki, toydan bir il sonra, nə bilim, il yarım sonra evlad payı verilir onlara və eyni zamanda elə ailələr də olur ki, istisna da olsa olur. Elə ailələr də olur ki, onlar 5 ildən sonra evlad əldə edirlər. Allah onlara evlad payı verir. Bunların evladla davranışlarına baxanda 5 il sonra evlad tapan ana və atanın evladına nisbətlər rəftarına baxırıq, görürük ki, daha həssasdırlar. Onlar daha çox qorumağa meyilli olurlar. Amma o şeylər təbii bir axarla gedibsə, bir ildən sonra evladlar olubsa, müqayisə edəndə fərq görsənir. Ona görə də İbrahim Peyğəmbər həyatının bütün səhnələrində imtihandan rahat keçməyi bacarmışdı. Qalmışdı burada evlad məsələsi. Neçə il evlad arzuda yaşayır, evladı olmur və neçə ildən sonra, evladı olduqdan sonra Hz. İsmail, Allah da əmr edir ki, bunu özündən uzaqlaşdır. Bir müddət özündən məsafəli şəkildə. İbrahim saxla. İbrahim Peyğəmbər də məlumdur ki, Kəbə evinin yanında onları bir tarixi var. İstəmirəm çox dinləyicilərin vaxtını tutaq. İbrahim Peyğəmbər də özündən uzaq saxlayır. Və bu evlad sevgisi və həsrəti daha da İbrahim Peyğəmbərin qəlbində çoxalır. Allaha nisbətdə də İbrahim Peyğəmbər tam olaraq
məhəbbəti Allaha bağlamalı idi. Əslində burada Allah ki, İbrahim Peyğəmbərə əmr eləyir, evladını qurban kəs. Burada evladının məhəbbətini doğra. Evladının məhəbbətini çoxdur, budamaq lazımdır onu. Burada İsmail Peyğəmbərin başını qurban kəsmək deyildi məsələ. İbrahimin ürəyində böyümüş, müəyyən qədər həddini keçəcək bir təhlükəni yaşayacaq İsmailin belə deyə də başını kəsməkdir. Nəinki biyoloji olaraq, fiziki olaraq onu qurban verməkdir. Əsas məsələ onun məhəbbətini azaltmaq idi. Misal olaraq xanım Məryəm haqqında eşitmişsiniz, danışırlar. Deyirlər, əvvəl hansı meyvəni istəyərdisə, ürəyindən keçərdi, Allah onun hüzuruna getirərdi. O meyvə ardıca getməzdi. Həmsə bir neymətin ardıca getməzdi. Deyirlər, İsa Peyğəmbər dünyaya gəldikdən sonra Allahdan bir xurma istədi. Dedi, ilah o ağacdakı xurmadan istəyirəm. Dedi, çıx özün dər. Dedi, xanım Məryəm buyurdu ki, ilah bu vaxtaca məni belə öyrətməmsən, mən nə istəmişəmsə hüzuruma gətirib gəlmişəm. Dedi, bəli, düzdür. Bu vaxtacan belə olmayıb. Amma sən də İsa dünyaya gələnə qədər mənlə belə davranmırdın. İsa'nın dünyaya gəlişi sənin məhəbbətini nisbətən diqqətli ona ayırıb. Belə deyək, İbrahim Peyğəmbərin Allah bu işlə diqqətini müəyyən qədər oğlu İsmaildən azaltmaq istedi. Çünki İbrahim belə deyək, böyük bir genin ötürücüsüdür. Onun nəslindən İmam Hüseyin dünyaya gələcək, onun nəslindən Peyğəmbər dünyaya gələcək, Həzrət Əli dünyaya gələcək. Bu işi həyata keçirməli idi ki, onun genetik kodlarında zərrə qədər də nöqsan olmasın. Ona görə bir gün dostlardan biri ilə danışırdıq. Bir yerə müzakirə bu yerə gəlib çatdı ki, fikirləşdik, İbrahim Peyğəmbər əgər İsmaili qurbangaha apara bilməsəydi, Aşura günü İmam Hüseyin əleyhissalam Əli Əkbəri meydana göndərə bilməzdi. Genetik kod korlansaydı əgər, onu praktiki olaraq həyata keçirməli idi ki, reallaşdırmalı idi ki, hərəkətə çevirməli idi ki, onun genetik kodlarında o güclü bir təsir qoysun ki, çünki sonunda özündən sonra Peyğəmbərdə və eyni zamanda Əhl-i Beytdə bu güclü təsir qoya bilsin. Buradan belə nəticə alırıq ki, İbrahim Peyğəmbərdən gözlənti İsmailin başını kəs deyildi. İsmailin ruhunda, qəlbində artan sevgisini azalt. Əsas məsələ bu idi. Bu imtihandan da çıx və sən imam olacaqsan. Bu imtihandan da çıxdı. Allah əmr elədi ki, İnni cəalükə linnası imamı. Bəli, indi biz səni insanlara imam təyin etdik. Əsas fəlsəfəsi bundan ibarətdir. Hacı, səhv eləmirəmsə yuxuda görür. Bəli. Yuxuda görür. Yuxuda vəhy olur ona ki, bəs özdə belə buyurur Quran ayəsi. Oğluna buyurur İsmailə ki, mən yuxuda gördüm ki, səni Allah üçün qurban kəsirəm. İsmail əleyhissalamın da cavabı budur ki, ata, sənə əmr olunanı icra et. İnşallah mən də bu işə səbr eləyəcəm. Məlumdur, biraz da məsələyə məntiqlə baxanda bilir ki, biz insan ətindən qurbanlıq olmaz. Eyni zamanda Allah elə mərhəmətli Allahdır ki, ataya oğlun başını kəsməyə əmr eləməz. Ayənin dərinliyinə baxanda, ayənin həqiqətinə baxanda Quran-ı Kərimin ayələri belədir. Bir Allahın dediyi cümlə var Quran-ı Kərimdə, ifadə olaraq işlətdiyi ifadə. Bir də belə bir yanaşma var. O ifadə ilə nəyi demək istədiyi var. Burada bu yuxunun vasitəsilə Allah İsmail əleyhissalamın başının kəsilməsini demədi. Başının qurban getməyini, ifadəsinin vasitəsilə nəyi demək istədidir. İbrahim Peyğəmbərə nəyi demək istədi. Və əsas demək istədiyi də budur ki, onu məhəbbətini azalt. Və İbrahim Peyğəmbər də bu işi çox, belə deyək də, layiqli şəkildə həyata keçirdi. Həyata keçirdi, onun da nəticəsində Allah bir qoç qurbanlığı göndərdi ki, bu qoçun başını kəs, hesab elə ki, oğlun İsmaili mənim yolumda qurban vermirsən. Əsas məsələ budur və buradan da qurbanlıq bayramı qaldı. Hər kəs, belə desək, Allah üçün öz istəyindən, şəxsi istəyindən keçsə, Allah onun üçün bayramlıq göndərəcək. Buradan da belə başa düşürük. Kim öz şəxsi istəyindən keçsə, Allah onun üçün xüsusi bayramlıq göndərəcək. İndi qarşıdan Qurban bayramı gəlir. Qurban bayramı ərəfəsindəyik. Kim öz şəxsi istəyindən keçsə, nədə əziyyət çəkirsə, mübarizə edirsə, keçsə, bu Qurban bayramında həqiqi Allahdan xüsusi bir bayramlıq alacaq ki, bu bayramlıq onun üçün bir il bəs eləyəcək gələni Qurban bayramına qədər. Çox maraqlı. Əsas məsələ budur. Bəzi suallar var. Onlara keçəcəyik. Biz
Bir dənə sual verim, Hacı, buna da cavab verin inşallah. Şəri hökmü haqqında bu bayramın nə demək olar? Şəri hökmləri budur ki, Quran-ı Kərimin və hədislərin şəri yanaşması bundan ibarətdir ki, qurbanlıqda el arasında bəzən insanlar belə ifadələr işlədirlər ki, əsas odur bu gündə bir qan tökəsən. Yox, qurbanlıq qan tökmək günü deyil. Qurbanlıq əslində qanın qarşısını almaq üçün, sülhün, əmin-amanlığın belə deyək də təsis ediləcəyi bir gündür. Sülh və əmin-amanlıq. Şəriət buyurur ki, cöngə, dəvə, qoç, keçi, bunlardan qurban kəsmək olar və bunlardan qeyri heyvanlardan isə qurban kəsmək olmaz. Bir nəfər istəsə, misal olaraq bir xoruz kəssin həyətində qurbanlıq günə, bundan qurban olmaz. Qurbanlığın şəri hökmü budur ki, hac ziyarətində olanlar ki, hacca gediblər, Allah bütün zəvarlarımızı ziyarətini qəbul eləsin. Hac ziyarətində olanlara qurban kəsmək vacibdir. Hacı təməttünü icra edənlərə qurban kəsmək vacibdir. Amma onlar ki, Məkkədə deyirlər və hac əməllərini həyata keçirmirlər. Öz ölkəmizdəyik. Burada hər bir kəsə qurban kəsmək müstəhəbdir, vacib deyil. Qurban kəsəcəyi heyvanın 1/3 özünə məxsusdur, özü üçün götürə bilər və qalanını paylayacaq ehtiyaclı insanlara. Eyni zamanda bəzən rast gəlinir belə şeylərə. Qurbanlıq bir cöngə kəsiblər və ətini pulla satırlar. Bu qurbanlıq deyil. Qurbanlıq günü kimsə ət sata bilər. Kimsə ət kəsib sata bilər. Heç bir problemi yoxdur. Amma onu qurbanlıq adıyla etsə birdən, qiyamət günü Allahdan bir mükafat da gözlər ki, mən qurbanlıq günündə cöngə kəsib satmışam. Allah deyəcək, yox, bu qurbanlığın şəri soruşursan, özürsən, sözü kəsin. Soruşursan ki, ət hardan alın, deyir, qurbanlıq ətidir, satırlar, aldım. Yəni, alan da bunu fərqinə varmır, belə deyək ki, qurbanlığı niyə satasan, niyə alasan? Qurbanlıq satılası deyil də, qurbanlıq yenə burada fədakarlıq olmadı. Əgər satılmaqdırsa, yenə deyirəm, bir nəfər həmin gün ət kəsib sata bilər, heç bir problemi yoxdur. Amma onu qurbanlıq adı qoya bilməz. Bu icazəli deyil. 2 nəfər insan yığışıb, ya 3 nəfər insan əllərində olan vəsaiti toplayıb bircə qurban kəsə bilərlər. Heç bir problemi yoxdur. Cəmiyyət halında olar, toplum halında yığışıb bir cöngə kəsib ehtiyaclı insanlara verə bilərlər. Hətta insan ola bilər desin ki, mən qurbanlığın 1/3 mənə düşmür, Allah icazə verirsə mənə, mən onu da götürmürəm. Bəli, onu da pay verə bilər. Və bəzi insanlar nəzir deyirlər. Öz şəxsi arzuları üçün, hacətləri üçün. Onu qurban günündə kəsə bilərlər ya yox. Qurban günündə kəsəcəklər. Amma onun şəri paylanması qurban hökmü kimi deyil. Qurban günündə kəsməyin heç bir problemi yoxdur. Ona qurbanlıq adı qoya bilməzlər və o özlərinin belə deyək də üzərlərinə götürdükləri şəxsi bir məsuliyyətdir ki, borc olaraq Allaha belə deyək öhdədarlıq götürüblər ki, mən bir hacətim rəva olsun, qurban nəzir kəsim. İndi fikirləşir ki, qurban günündə elə bu gün kəsim paylayım, heç bir problem yoxdur. Amma onun üçün o qurbanlıq hesab olunmur. Sadəcə belə deyək, yaxşı işdir, öz öhdəsində olan məsuliyyəti yerinə yetirmiş olur. Borcunu qaytarmış olur. Amma onun bölünməsi də qurban əti kimi deyil. Əgər bir nəfər bir qoç nəzir deyibsə, misal üçün qurbanlıqda dedi ki, 1/3 qurban kəsənin üçün qala bilir, amma qalanını paylayacaq. Amma burada bir qoç nəzir deyibsə, ümumi olaraq bir qoçu, onun görə bütün hətta qoyunun bütün üzvlərini paylasın. Çünki tam olaraq nəzir deyib. Qurbanlıqda isə belə deyil. Allah icazə verir ki, 1/3-ni nə edəsən, götürüb öz ailən üçün istifadə edə biləsən. Bəli. Bunu da qeyd edeyim, sual vermişkən, qurban kəsilən heyvan, hər hansı bir heyvan xəstə olmamalıdır, naqis olmamalıdır, nöqsanlı olmamalıdır, üzü üstələmiş, şikəst olmamalıdır. Bunun da fəlsəfəsi budur ki, Allah üçün verdiyimiz payları kamil olaraq verməliyik. Çünki biz heç vaxt Allahdan, belə desək, daha düzgün olar, biz heç vaxt Allahdan naqis pay almamışıq. İldə bir dəfə Allaha pay verəcəksə, ona görə də o payı da Allaha kamil bir heyvandan vermək lazımdır. Xəstə olmasın, həddən artıq buynuzu sınıq vəziyyətdə olmasın, şikəstli olmasın. Yaş həddi də var da heyvan. Bəli, yaş həddi də var, müəyyən bir yaş həddini keçməlidir ki, ondan qurban kəsəsən. Bu kimi nöqsanlara da riayət etmək uyğundur. Ola bilər ki, keçən illərdə mənim üçün belə bir sual çıxmışdı qarşıya ki, mən bir qoç qurbanlıq saxlamışdım, amma
xəstələndi, başqa bir qoç da var. Amma xəstələndi həmin nişanladığım qurbanlıq üçün saxladığım, nişanladığım heyvan xəstələndi, onu məcbur oldum kəsim. Başqa qoç var, onu kəsə bilərəm, heç bir problem yoxdur. Kəsə bilər. Özündən asılı olmayan bir səbəbdən yaranıb deyə heç bir problem yoxdur, kəsə bilər. Namazına da toxuna, Qurbanlıq bayramında da qurban namazı var. Yaxşıdır ki, belə deyək, gün çıxandan sonra qılınsın. Əsasən 8-9 radələrində, ölkədə də məscidlərimizdə 8-9 radələrində məscidlərdə qılınır. Ən yaxşısı budur ki, bu namaz məscidlərdə qılınsın, cəmaat halında qılınsın. Axı əvvəldə bir hissəsində qeyd elədi ki, Qurban bayramı sülh əmin-amanlıq bayramıdır. İnsanlar bir-birləri ilə görüşsünlər və məscidlərdə inanclı insanlar görüşsünlər, bayramlaşsınlar və bir-birlərinin hal-əhvalından xəbər tutsunlar. 2 rükətdir Qurban bayramı namazı, cəmaatla qılınır və məlumdur ki, imam cəmaat namazı qılır. Onun birinci rükətində müxtəlif nəzəriyyələr var. 5 qunut tutulur və ikinci rükətində 4 qunut tutulur. Namazın ümumi qaydası məscidlərdə izah olunur. Namazdan qabaq Allahu Əkbər sədaları səsləndirilir və həm də bu müsəlmanlığın belə deyək, təzahürüdür. Allahı, bu cəmiyyətin Allahı böyük bilməsinin təzahürüdür. Amma bir nəfər məsciddə qıla bilməzsə, hər hansı bir işdə işləyir və məscidə getmək şəraiti yoxdursa, evdə fərd olaraq təkdə bu namazı qıla bilər. Heç bir problemi yoxdur. Son sual hacı, yəni bu qurban kəsmək məcburi deyil. Məcburi deyil. Yəni mən bir dəfə eşitmişdim ki, bir nəfər dindara deyirlər ki, sən dindarsan, qurban kəsməlisən. Yəni müdaxilə elədim orada, amma ki, başa sala bilmədim. Yəni olur bəzən, ümumiyyətlə bir şey ki, müstəhəbdirsə, onu məcbur etmək düzgün deyil. Ona görə qeyd etdim ki, hacda olanlar, bir nəfər niyyət edib, hacca gedibsə, vacib haccı həyata keçirirsə, orada artıq Qurban bayramı günündə qurban kəsmək ona vacib olur. Orada qurban kəsmək. Amma hac ərəfəsində olmayan insanlar, öz ölkəsində yaşayan insanlar, daha doğrusu hacca getməyən insanlar müstəhəbdir. Müstəhəbdir, insani bir, həm də Qurban bayramı insanı duyğuları gücləndirir. Əsas gözəlliyi də bundadır ki, bir il insan öz ailəsi, öz yaxınları ilə belə deyək, bir süfrə ətrafında toplaşıblar və Allahın verdiyi ruzilərdən qidalanıblar. İndi bu bir gündə isə bütün xalq olaraq, cəmiyyət olaraq, ümmət olaraq bir-birləri ilə bölüşsünlər. Bölüşmək həm insanların bir-birinə qarşı olan belə deyək, soyuqluqlarını sevgiyə, məhəbbətə çevirir və həm də insan ruhunu paklaşdırır. Eyni zamanda insanın qazancına da xüsusi bərəkət verir. Və mən tövsiyə eləyərdim ki, icazəvizlə tövsiyə eləyərdim ki, kimin əgər qurban kəsmək şəraiti varsa, qoy kəssin. Belə bir məsələ də var. Bəzən görürsən ki, mən müəyyən bir vəsait toplamışam, qurban kəsəcəm və görürəm, bəli, qurban kəsənlər də var. Vəsait toplamışam, qurban kəsəcəm, amma bilirəm ki, qonşuda yaşayan bir kəsin evladı xəstədir. Onun müalicəsi üçün pul tapa bilmir və bu uşaq bu xəstəlikdən ciddi zərər görür. Baxıram ki, qurban kəsənlər də çoxdur bugün. Mən burada nə edə bilərəm? Görəsən bu işi icra edə bilərəm ya yox. Deyir, burada ən yaxşı qurbanlıq budur ki, sən istədiyi yenə eləməyəsən. Əsas məsələ insan istəyi ilə mübarizədir, qurbanlıqdır, elə deyil. Mən də qoz kəsib paylayardım digərləri kimi, deyir, yox, sən yaxşıdır ki, belə eləməyəsən. Burada sən nə edəyəsən? Sən qurban kəsib ət paylayacaqsan, amma bu uşaq xəstəlikdən ölsə, bu xəstəlikdən ciddi əziyyət çəksə, sən o qoz kəsib paylamağın heç bir əhəmiyyəti olmayacaq. Qoç kəsənlər də, heyvan qurban kəsənlər də kəssinlər. Amma sənin üçün burada artıq ondan da vacib bir vəzifə çıxır ortaya. Bu xəstə uşağa yığdığın vəsaitlə yardım eləmək. O yardım eləsən və yaxud hər hansı bir universitet tələbəsidir, ehtiyaclı ailədir, savadlı, potensiallı bir gəncdir, amma maddi durumu zəifdir, illik xərcini ödəyə bilmir. Yox, sən bu il, keçən il kəsmirsən, qoy digərləri qurban kəssin, qurbanlıq bayramı da yaşasın və qurbanlıq bayramını digər müsəlmanların da rifah içində yaşamasına kömək ol. O bir gənc oğlanın mı, qızın mı, belə deyək, illik xərcini də qoy savadlı olsun, oxusun, təhsil alsın və o da fayda verə bilsin cəmiyyətə. Bəzi belə nüanslar yaranır, imtahanlar yaranır insan üçün. İnsan bəzən tutur ki, yox, mən qoz kəsməliyəm. Bu bayramda mən kəsməliyəm. Bu bayramda mən kəsməliyəm. Yox, Allah deyir, yox, belə deyil.
Misal olaraq bəzən Çox maraqlı. belə olur, bəzən belə olur. Sənin öhdəvə düşən vəzifə necədirsə, onu o cürdə icra etmək Allaha razı salan işlərdən. Çox gözəl, çox gözəl məqama toxundunuz. Təşəkkür Təşəkkür edirik hacı. İnanırıq ki, bu qısa vaxt ərzində izləyicilərimizə nəsə çatdıra bildik. İnşallah bayramlarını bir daha təbrik edirəm. Allah xalqımıza gözəl günlər qismət eləsin. Allah xalqımızı bundan da artıq bir-birinə həmişə mehriban eləsin. Bir-birimizin yolunda vaxtımızdan, malımızdan qurban verməyi Allah hər birimizə nəsib eləsin. Amin. Çox sağ olun. Bayramımız mübarək. Belə əziz izləyicilər, inanırıq ki, seçdiyimiz mövzu xoşunuza gəldi. Beləcə YouTube səhifəçilərindən verişib bəyənin, paylaşın, bizə dəstək olun. Bugün biz Qurban Bayramı haqqında müzakirə apardıq. Mövzu ilə bağlı verilişimizə ilahiyyatçı Hacı Cavid Pənahlı'nı dəvət etmişdik. Sizə mən Pərvin Rəhimli idim. Növbəti həftədə görüşmək ümidilə sizdən ayrılırım.